Ne oluyor orada? Çekin gel, çekin, dağılışın. Konaklar gel. Düşün aşağı. Sen şimdi ne ediyorsun? Mənə toxunma. Mən jurnalistim. Qoy tələbələr dərsə girsin. Oturmanı sikayım mən günü niyə tutub da? Mən sənə dedim ki, Ev yok, bırak geçsin, bırak. Yazın var olur. Tələbələrdən bir-iki nəfəri, ən azından ikisini mən gördüm də, yəni içəri aparılanlar. İkisini içəri apardılar. Nəyə görə apardılar? Səbəbini siz deməlisiniz. Qulağımız var. Qazaxıstan Respublikasının Milli Məclisinin sədri yarım saatdan sonra bura gəlir. Buna görə buranı boşaltmaq lazım. Əgər sualınız varsa, bəlkə tələbədə sualı var desin. Boşaltmaq üsulu tələbələrin qolundan tutub içəri aparmaqdırmı, yoxsa necə? Mən bilmirəm, indi mən təzə girmişəm, gəlmişəm bura. Mən görməmişəm aparıblarsa, yəqin nəsə eləyiblər aparıb. Nəyə görə? Abel müəllim, tələbələr dəvət yaratmışdı, etiraz dəvət yaratmışlar Facebookda. Bundan bağlı sizin xəbəriniz var idi? Əlbəttə var mənim xəbərim. Burada tələbələr də dünən sabah saat 12-də, bir dəqiqə sabah saat 12-də bütün tələbələri çağırmışam akt zalına. Kimin nə sualı varsa, kimin nə problemi varsa 3 gündür görüşürəm, bir gün görüşəməmişəm. Qonaqlar gəldiyinə görə. Qardaş, sənə nə olur? Bir də çəkirəyəm. Siz də gələ bilərsiniz sabah saat 12-də. Bütün mən hər gün büyün istisna olmaqla tələbələrlə saat 12-də görüşürəm. Bu və ya digər problemlərlə. Kimin nə problemi varsa bilsin. Ancaq bir şey deyim. Söhbət bəzən o kredit ödənilməsindən gedir söhbət. Bilirsiniz, bir qayda var hökumətə. Nə tələbədən pulu artıq alsaq, universitet rektoruna cəza verə bilərlər. Dekanlara cəza verə bilərlər. Nə də onlardan əksi alsa, Maliyyə Naziri yenə rektora cəza verə bilər. Biz qanunla işləməliyik. Aslar da cüzün Ermeniye. Niye gelmem üstüme gelirsen? Niye gelirsen benim üstüme ha? Niye fotoğrafı? Bunun kimin kıymeti var? Vereceksen kıymetini. Vereceksen kıymetini dayan. Boşaldım. Vereceksen kıymetini. Evet çek. Üstüme geleyim. Ey hala vurursan. Hayır. Görmüşsen? Kes. Yürü ölçelim. Ya değme özür çıkarıq. Elinizi çekin. Sizin benim üstüme el vurmağa hukukunuz yok. Elinizi çekin. Yaxşı, gel.
özüm bilərəm, düzdür gedərəm. Çünki mənim ölkəm qanunlar var. Sən mənə güc tətbiq edin. Eləməz. O cür də xahiş edirəm ki, çəkin 163-cü maddə yadınıza salın. Gedin konstitusiyanı oxuyun. Get burada durduğunuz çıxın. Sərhədləri keçməyin! Sərhədləri keçməyin! Elmi pulla ölçməyin! 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 Sərhədləri keçməyin! Yazmayın! Kanunları bozmayın! Sahtı kanun 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 yazmayın! Давай, дальше. Дальше. Ne burada? Güzel. Hoca formasını yoksa serbest sözleri giyilir. Asker giyimini giyin. Adın soyadın nədir? Adım Sinan. Familiya? Qəmbər. Sıxma qoydum. Adın soyadın? Maşın bağlı. Fayda, açar yoxdur maşın. Neyse deyində maşın bağlı. Atamda neysən? Şlagbaumın yanından maşın yaxınlaşdığında tükünə bər saxlamışıq. Maşın yoxdur burada. Altmışlardasan. Gözlə. Döndüm. Aksesine başlamışdı. Sonradan geciktim ama. Başlama səbəbin nə idi? Koşulma sebebim bağımsızlık. Usta nə baş verir? Gel bura. Meslekte Gel bura. Opsalı. Kaçtı oldu? Safar Opsalı. Arabada kırmızı havalı. Bir de o sandıkta var ya. Sen bağla, qapın bağla su. Hansı bölüm yaparım? Su.